Adalo Society-nin müsahibələr seriyasından hər birinizə salam. Mən Zivər Nağzadə, Adalo Society-nin müsahibəçisiyəm. Bugünkü qonağımız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Raiffeisen şirkətinin rəhbəri və həmçinin Ada Universiteti Hüquq Fakültəsinin müəllimi Fərid müəllim Həsənovdur. Təklifimizi qəbul edəniz üçün çox sağ olun Fərid müəllim. Sağ ol, mən də sizə təşəkkür edirəm ki, belə bir müsahibəyə məni dəvət eləmisiniz. Ümid edirəm ki, müsahibəmiz və söhbətimiz maraqlı olacaq. İnşallah və biz bugün Fərid müəllimlə birlikdə vəkillik peşəsi, vəkilliyin nə olduğu barədə söhbət aparacağıq. Əminəm ki, hüquq fakültəsində təhsil alan yoldaşlarımın əksəriyyətinin ən böyük arzularından biri məhz vəkil olmaqdır. Beləliklə hər biriniz üçün maraqlı müsahibə olacağını diləyirəm və elə isə gəlin başlayaq ən birinci sizin özünüzün hüquq yolundan və sizi hüquqşünas kimi yetişdirən amillərdən. Təbii ki, hər bir şagirdin orta məktəbdən müəyyən bir peşəyə sahib olmaq, hansısa bir fəaliyyətlə məşğul olmaq kimi arzular olur. Mən də 3-cü qrup deyək, o abituriyent kimi, 3-cü qrupa vermiş bir abituriyent şagird kimi arzum hüquqşünas olmaq olub. Hüquqa həvəsim olub. Hər zaman filmlərdə, xüsusilə də Hollywood filmlərindəki o məhkəmə salonlarındakı çıxışlar, vəkilin, prokurorun, hakimin və s. diqqətimi cəlb edib. Ona görə də hüquqşünas olmaq qənaətinə gəldim və universitetə girəndən sonra yəni hüquq fakültəsinə girdikdə və təhsil aldığım illərdə əmin oldum ki və özümə inandım ki, elə düz peşə seçmişəm. Mənim xarakterimə, özümə, dünya görüşümə, bütün belə deyək, parametrlərimə cavab verən peşə elə hüquqşünaslıq peşəsidir. Başqa bir sualımız ondan ibarətdir ki, sizin üçün, sizin spesifik olaraq yönəldiyiniz sahə vəkillikdir. Bəli. Və sizin üçün vəkillik həm mənəvi cəhətdən, həm də hüquq bazarındakı yeri etibarı ilə nə ifadə edir? Vəkillik müdafiədir. Yəni, hər bir kəsin həyatda müdafiə olunmaq kimi bir instinkti var, hissi var. Və hüquqşünas peşələri içərisində də vəkillik bu müdafiəni ən yaxşı şəkildə həyata keçirə biləcək bir sahədir, bir istiqamətdir. Düşünürəm ki, vəkillik nəinki cəmiyyət üçün, dövlət üçün, ümumiyyətlə bütövlükdə insanlıq üçün, hər bir fərd üçün önəmlidir. Yəni, hər bir fərd həyatında ən azı bir dəfə də olsa hansısa bir məsələ ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olur. Və bu müdafiəni peşəkarcasına həyata keçirə biləcək şəxs vəkildir. Ona görə isə bilirəm ki, vəkillik hüquq peşələri içərisində seçilən və cəmiyyətdə də, dövlətdə də əhəmiyyətli olan bir peşədir. İctimai bir peşədir. Yəni, yeganə peşə sahəsidir ki, Azərbaycan Respublikasının ali qanunu olan konstitusiyada nəzərdə tutulur bu peşə. Başqa bir maraqlı məsələ ondan ibarətdir ki, vəkillə onun müdafiə elədiyi şəxs arasında olan güvən məsələsi. Bəli. Mənə maraqlıdır ki, sizin fikrinizcə, vəkil müdafiə elədiyi şəxsin dediklərinə güvənmədiyi halda belə, o hansısa şəkildə, məhkəmədə onu tam şəkildə müdafiə eləyə bilərmi? Yoxsa professional vəkil üçün bu müdafiənin fərqi yoxdur? Bu güvənməyin fərqi yoxdur? Vəkil və hüquqlarını müdafiə etdiyi şəxs müvəkkili deyək. Müvəkkillə vəkil arasında mütləq qaydada güvən olmalıdır. İlk növbədə müvəkkilin vəkili güvən olmalıdır. Müvəkkil əgər onu müdafiə edən, hüquqlarını belə deyək, təmsil edə biləcək şəxsə güvənmirsə, bu demək ki, ona həqiqəti demir. Vəkil də müdafiə elədiyi şəxs haqqında həqiqəti bilmirsə, onu müdafiə edə bilmir. Mən həmişə hüquqlarını müdafiə etdiyim şəxsə belə bir ifadə ilə birinci müraciət edirəm ki, mənə həqiqəti söylə, səni xilas edim. Yəni, cinayət törətmisənsə, de törətmişəm. Mülki işdir. Bu torpaq sahəsini sən qanuni əsaslarla əldə etmisənsə, də etmişəm. Etməmisənsə, hansısa çirkli yollarla və yaxud da hansısa başqa yollarla əldə etmisənsə, onu da de. Yəni, həqiqəti de ki, mən səni müdafiə edə bilim. Səni xilas eləyə bilim. Bəzən olur ki, müvəkkil elə düşünür ki, müdafiəçini, yəni vəkili aldatmaqla
nəyəsə nail ola bilər. Aldadar vəkili başqa bir istiqamətə yönəldər, vəkil də o istiqamətdə onu müdafiə edər və onu xilas edər. Xeyr, elə deyil. Görürsüz ki, vəkil vəkilinə düzgün informasiya vermir, işin hallarını düzgün demir. Sonra məhkəmədə vəkil sürprizlə qarşılaşır. Həqiqət ortalığa çıxır. Yəni sonunda nəticə etibarilə müvəkkilə ziyan dəyir. İş bitir, vəkil gedir evinə, vəkil də gedir cəza çəkmə müəssisəsinə. Amma vaxtında düzgün, yəni güvənsəydi, etsəydi olardı. Hesab edirəm ki, güvən qarşılıqlı olmalıdır. İlk növbədə müvəkkil vəkilə güvənməlidir. İkincisi də vəkil də elə müvəkkilinə güvənməlidir. Yəni inanmalıdır ki, həqiqətən də baxsa onun dedikləri həqiqətdir və o müdafiə etməlidir. Məncə cinayət işlərində bu çox olur və sizin heç belə halla qarşılaşdığınız olub? Olub. Qarşılaşdığım hallar olub. Müvəkkil həqiqəti deməyib. Mənim israrlarıma baxmayaraq. Artıq mənim 12 il vəkillik stajım var və mən o təcrübənin verdiyi o vərdiş ki var, müvəkkili dinləyərkən onun yalan dediyini, doğru dediyini, nəyi gizlətdiyini, nəyi demək ümumiyyətlə istəmədiyini və yaxud da nələri dedikləri o informasiyanın içərisində hansıları doğru, hansıları yalan olduğunu bilirəm. Bir dəfə belə bir hal olub. Deməli, təqsirlənən şəxs mənə danışır. Dələduzluqla bağlı bir cinayət işidir. Danışır ki, yox, mən onu aldatmamışam, mən onun pulunu almamışam və s. və axır belə özünü müdafiə üçün mənə danışır. Bir 20 dəqiqə danışdı. Bitəndən sonra dedim, yaxşı. İndi keçək işə. Başla. İndi həqiqətidir. Yəni bu günə indiyənə qədər danışdıqlarım yəni boş sözlərdir. WhatsApp yazışmalarım var, səs yazılarım var. Restoranda falan kabinetdə ondan görüşmüsən və s. və axır. Belə, yəni sonda deyib ki, hə, düz deyirsiniz. Biraz da üzrxahlıq eləyib düzün. Amma o düzünü danışandan sonra, yəni etdiyi o əməlin detallarını deyəndən sonra biz onu bir yol tapmışıq. Məsəl üçün zərərin ödəmək yolu ilə, qismən ödəmək və s. yəni onun hüquqların müdafiəsi üçün bir strategiya seçmişik. Növbəti sualımız ondan ibarətdir ki, aydın məsələdir ki, hüquqşünaslığın çox geniş etik prinsipləri var. Bəs vəkil üçün, onun fəaliyyətinə davam etməyi üçün ən əsas etik prinsiplər hansılardır? Deməli, hüquq peşələri içərisində hüquq mühafizə orqanlarında çalışan hüquqşünaslar, hakimlər, vəkillər, hər biri üçün müəyyən edilmiş etik davranış kodeksləri, etik davranış əsasnamələri var. Eləcə də vəkilliklə bağlı da var. Yəni Azərbaycan Konstitusiya Vəkillər Kollegiyasında vəkillərin etik davranış əsasnaməsi var, kodeksi var və orada vəkil üçün müəyyən edilmiş prinsiplər var. O prinsiplər sanki hər nə qədər yazılmış qaydalar olsa da, biz ona yazılmamış qaydalar deyirik. Yəni vəkillər öz statusunu sadəcə peşə fəaliyyətini həyata keçirərkən yox, peşə fəaliyyətindən kənarda da o etik prinsiplərə riayət etməlidir. Yəni özünü vəkil adına uyğun şəkildə aparmalıdırlar. Bu toy məclisində də ola bilər, yas məclisində də ola bilər, şəxsi həyatında da ola bilər, ailə həyatında da ola bilər, dostları ilə münasibətində də ola bilər, gəzinti vaxtı heç ölkə xaricində olduğu dövrdə də ola bilər. Yəni özünü bu etik prinsiplərə uyğun aparmalıdır. Eyni zamanda peşə fəaliyyətini həyata keçirərkən də bunu rəhbər tutmalıdır. Yəni tutaq ki, ən azı hüquqlarını müdafiə etdiyi müvəkkilinə qarşı hörmətlə yanaşmaq, digər vəkil yoldaşlarının fikirlərinə hörmətlə yanaşmaq, məhkəmədə davranışı və s. Hətta bəzi ölkələrdə, xüsusilə də inkişaf eləmiş ölkələrdə, misal üçün ABŞ-da belə, vəkilin geyimi belə əhəmiyyət kəsb edir. Onun etik davranışlarına təsir edə biləcək bir haldır. Yəni vəkil geyimi ilə fərqlənməlidir. Yəni bu gün siz bir vəkili tişörtdə, dediyimiz o çəkələkdə, şərtdə, şortikdə
mantiyasını atsın çiyinə, məsələn ali məhkəmədə çıxsın, getsin, çıxış etsin və ya da hansısa bir məhkəmə salonuna getsin. Bu qəbul edilməz bir şeydir. Düzdür, bu heç harda yazılmır. Məsələn, bizim nə vəkillər vəkilət haqqında qanunumuzda, nə o peşə kodeksində elə bir hal olmasa belə, amma yazılmamış qaydadır. Həm məhkəməyə, həm də ki qarşısındakı Şəxsə hörmət, ən azı öz hüquqlarını müdafiə etdiyi şəxsə qarşı, yəni o hörmətsizlikdir. Biz Azərbaycan, yəni biz ölkəmizdə mən elə bir hala rastlaşmamışam ki, vəkillər hansısa formada bu şəkildə belə hörmətsizlik ifadə edələr. Düşünürəm ki, biz o etik qaydalara riayət edən vəkillərik. Bir də bu etik prinsiplərlə bağlı belə bir məsələ də var ki, sizcə cəmiyyətin pis olaraq dəyərləndirdiyi şəxsləri müdafiə eləmək etikdir? Məsələn, çox ağır cinayətlər törətmiş şəxslərin vəkilliyini etmək, əksər vəkillər ümumiyyətlə məhkəməyə çıxmaq istəmirlər bundan bağlı. Buna münasibətiniz necədir? Birincisi, bu cəmiyyət tərəfindən və xüsusilə də bizim bəzi insanlarımız tərəfindən vəkilliyin düzgün başa düşülməməsindədir. Vəkil şəxsin əməlini müdafiə etmir. Hüququnu müdafiə edir. Yəni vəkil demir ki, sən qəsdən adam öldürmüsən, yaxşı eləmisən, mən səni müdafiə edəcəm. Və yaxud sən dələduzluq edib başqasının etibarından istifadə edib pul vəsaitini ələ keçirtmisən, yaxşı eləmisən, mən səni müdafiə edəcəm. Vəkil elə bir söz demir. Vəkil sadəcə şəxsin hüquqlarını müdafiə edir. Yəni onu qanunsuz və əsassız ittihamla müdafiə edir. Yəni o ən azı hansı cinayəti törədibsə, o cinayətə görə məsuliyyətə cəlb edilsin. Törətmədiyi və yaxud ittihamda olmayan, necə deyim, ona aid olmayan epizodlara görə məsuliyyətə cəlb edilməsin. Yerində və qədərində. Qədərində olsun. Yəni vəkilin ən çox çalışdığı şey budur. Amma cəmiyyət bəli, bəzi cinayətlərdə şəxsi müdafiə edən vəkillər ola bilər pis yanaşsın və yaxud qeyri-adekvat münasibət bəsləsin ki, tutaq ki, məsələn, zorlama cinayəti. Sən şəxsi zorlayan adamı necə müdafiə edə bilərsən? Düzdür, mən təcrübəmdə o sayaqçılar olmayıb. Mənə heç belə bir müraciət də olmayıb. Və yaxud narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı işlər. Və yaxud başqa və dövlətə xəyanət cinayəti olsun. Məsələn, düşünə bilərlər ki, dövlətə xəyanət etmiş şəxsi niyə müdafiə edirsən? Elə şey yoxdur. Biz onun əməli müdafiə etmirik. Hüququnu müdafiə. Bəli, hüquq. Necə ki, xəstəxanada həkim kimsə xəstələnirsə, həkimə müraciət edirsə, həkim onun kimliyini, şəxsiyyətini araşdırmır ki, xəstəliyi nədir, ona diaqnozunu qoyub müalicə edir, insan olduğu üçün bəli ona hüquq xidmət göstərir. Və bu gün məsələn keçən həftə deməli o Qarabağla bağlı o ermənilər ki məhkəməsi, separatçıların məhkəməsi başladı. Görürsüz orada nə qədər vəkillər var idi. Hətta bəzi vəkillərimiz vəsatət də vermişdilər ki, onları ev dustaqlığına buraxılsın, həbsdən azad edin. İndi o deməkdir ki, o vəkil dövlətini sevmir. Xeyr, onun hüququnu müdafiə edir. O elə hesab eləyir ki, tutaq ki, orada hansısa təqsirləndirilən şəxsin kifayət qədər maddi imkanı var, oteldə də qala bilər, yaşaya da bilər, həbs olunmasın, ev dustaqlığında qalsın. Normal bir şeydir. Biz bunu normal qarşılayırıq. Növbəti sualımız bundan ibarət olacaq ki, son zamanların ən böyük tendensiyası süni intellektdir və belə bir tendensiya var ki, süni intellekt zaman keçdikcə humanitar sahədə fəaliyyət göstərən hər kəsin işinə vəzləyə biləcək. Nə vaxtsa süni intellekt məhkəmədə bizim hüquqlarımızı müdafiə edə bilər? Süni intellekt bu gedişlə görsənir. Açığı mən elə bizim hüquq şirkətində də bununla bağlı xeyli müzakirələr aparırıq və həm ölkə daxilində, həm beynəlxalq səviyyədə görürük ki, süni intellektlə bağlı tədbirlər, süni intellekt əsrinə keçmək, süni intellektin imkanlarından istifadə etmək o qədər geniş sürətlə gedir ki, yayılır ki. Bax, Amerika prezidenti yeni seçilmiş Trump 500 milyard dollar pul ayırdı süni intellektlə bağlı layihəyə. Yəni bu ondan siqnal verir ki, yəni onu göstərir ki, işarə eləyir ki, dünyada artıq süni intellekt bir xeyli peşələri, xeyli məsələlər, vəzifələri əvəz edəcək. Məsələn, tərcüməçini əvəz edəcək. Artıq tərcüməçi deyən bir peşə qalmayacaq.
Ola bilər gələcəkdə cərrahları əvəz etsin. İnsana elə süni intellekt əməliyyat eləsin. Amma mən hesab edirəm ki, vəkillik fəaliyyətinin süni intellektin əvəz etməsi hələ bir çox vaxt çəkəcək. Niyə? Çünki vəkillik hüquq peşələri sırasında ən azad peşədir. Ən azadıdır. Yəni vəkil heç kəs vəkili tənzimləyə bilmir ki, sən şahidə bu sualı ver. Təqsirlənən şəxsə sualı ver. Və yaxud təqsirlənən şəxsə sual verdikdən sonra çarpaz dindirmə şəklində şahidə sual ver. Şahidə sual verdikdən sonra hansısa məsələ aydınlaşdırmaq üçün geri dön zərər çəkmişə sual ver. Yəni süni intellekt bu qədər alqoritmi və o hissləri tuta biləcəkmi? Və yaxud məhkəmə zalında bəzən elə olur ki, hiss eləyirsən ki, şahid çox hazırlıqlıdır. Şahid çox hazırlıqlıdırsa, ona lazım olan sual verilmir. Onun hazırlıqsız vaxtı yaxalanıb o sual verilir. Süni intellekt onu hiss edə biləcəkmi ki, şahid hazırlıqlıdır yoxsa hazırlıqsız? Burada insan faktoru önəmlidir. İnsan faktoru önəmlidir. Amma mən yenə deyirəm, süni intellektin bu gedişlə, yəni bu inkişafı ilə vəkili deməsəm, vəkildən əvvəl hakimləri əvəz edə bilər. Hakimləri əvəz edə bilər və inanıram ki, süni intellekt olan hakimlər heç də ədalətsiz qərarlar qəbul etməzlər. Maraqlı fikirdir. Son sualımız isə tələbə həyatına bağlı olacaq. Siz özünüz tələbə olsaydınız hal-hazırda, tələbələrə verdiyiniz sualları nə şəkildə cavablandırardınız? Yəni bəzən olur ki, müəllimlər həqiqətən çox çətin suallar, çox çətin kazuslara qoyurlar. Və hal-hazırda tələbə olsaydınız, özünüzün bizə verdiyiniz sualları necə dəyərləndirərdiniz? O bir ifadə var, deyir ki, təlimdə çətinlik çəkməlisən ki, müharibədə qalib gələ biləsən. Müharibə sənin üçün asan da olsun. Tədris bir təlimdir. Yəni biz də bəzən tələbə olan vaxtı bəzi müəllimlərimizin bizə ünvanladığı sualları çətin hesab edirdik. İmtahan suallarını çətin hesab edirdik. Hesab edirdik ki, onlar bizi kəsmək üçün bu sual verir. Onlar bizim zəif tərəfimizdən vurmaq üçün belə deyir. Bəzən düşünürdük ki, yəqin müəllim tələbə üzərində öz üstünlüyünü göstərmək istəyir ki, yəni mən səndən çox bilirəm. Sən elə fikirləşmə ki, gəlib kitabxanada oxumusan. Elə deyilmiş. Elə deyilmiş. Əksinə, o tələbənin xeyrinə imiş ki, tələbə daha yaxşı hazırlaşsın. Bax, sizə bir misal verəcəm. Hər hansı bir imtahan üçün. Fərz eləyək, mən cinayət prosesi fənnini tədris eləyirəm Ada Universitetində. O fəndən imtahana hazırlaşmaq üçün nə qədər material oxuyursunuz? Uzaq başı 100 səhifə. 150 səhifə. Ola bilər 300 səhifə olsun. 500 səhifə olsun. Lap götürək cinayət prosesi məcəllələrini bütöv şəkildə götürsək 530 neçə maddədir və olsun bu 500 səhifə. Siz təcrübəyə gedib işləyəndə, müqavilə vəkilsiniz. Müqavilə bağladınız, cinayət işini götürdünüz, yaxşı da pul aldınız, qonorar aldınız. 4 gündən sonra məhkəmə prosesidir və ilk vəsatətinizi verməlisiniz. Cinayət işi 10 cilddir. Hər cild 200 səhifədir. Yəni 2000 səhifəlik bir materialı 4 gün ərzində oxumalısınız. Oxumaq yox, öyrənməlisiniz. Oradan nəticə çıxartmalısınız və ilk məhkəmə iclasında vəsatət verməlisiniz. Hansı sübutla bağlı nəsə. Əgər tələbəlik illərində, yəni təlim vaxtı o çətinlikləri çəkməsəniz, vərdişləri qazanmasanız, siz vəkil kimi o anda nə edəcəksiniz? Deyəcəksiniz ki, yox bu çoxdur, mən oynamıram, o uşaq vaxtı deyir. Mən istəmirəm. Və yaxud da bu yox, mən gedirəm başqa işlə məşğul olum. Elə bir şey yoxdur. Ona görə hesab edirəm ki, tələbəlik. Amma suala qalsa, mən sizə deyim ki, mənim yəni bu dövr üzrə tələbələrə verilən suallar, keçirilən imtahanlar daha rahatdır nəinki əvvəlki. Hətta? Bəli. Bakı Dövlət Universitetində mən 2000-2004-cü illərdə oxumuşam və bizə imtahanlar şifahi idi. Bütün suallar gəldim, bileti çəkirdim.
3 dənə sualdır. 5 dəqiqə sənə vaxt verirdilər, əyləşirdin, suallara baxırdın. Sonra geri dönürdün, müəllimin qarşısında əyləşirdin və o sualı cavablandırırdın. Təsəvvür də çox pisdir. Yəni amma yazılı oturursan, yazırsan. Hətta mənim imtahanlarım adada çox case şəklindədir. Məcəllə də əlinizin altındadır. Araşdırırsınız, yazırsınız. Yəni hesab elə siz o qədər çətinlik çəkmirsiniz. Çox da belə bir ifadə var ya, həmişə sosial şəbəkələrdə istifadə elə. Çox da şey eləmə. Yəni, çox da elə dərinə getmə. Belə asanlaşdırmayaq, çətin yanları da var amma. Çətin yanları da var. Bəli, var. Çətin yanı nədədir? Çətin yanı ordadır ki, sizin tədrislə bağlı materiallara çatımlıq imkanınız çoxdur. Hə, o var. İnternet, Allaha şükür, ən azı bir əlavə dil bilirsiniz, ingilis dilini bilirsiniz. Materiallar var. Google var. Sağ olsun. ChatGPT var. ChatGPT ümumiyyətlə bizim o süni intellektin nə dərəcədə bizə xeyri var? Müəllimlərə xeyri yoxdur, ancaq tələbələrə xeyri var. Yəni hər şey əlinizin altındadır və siz ondan istifadə etmə imkanınız var. Ona görə o imkanlar olduğuna görə normalda sizin üçün imtahan prosesi və tədris prosesi daha çətin olmalıdır. Biz daha çox sizi yükləməliyik. Tamam. Söhbətimiz üçün çox təşəkkür edirəm sizə, Sağ Fərdi olun, müəllim. Mən təşəkkür, ümid siz sağ edirəm olun. ki, hər biriniz üçün çox maraqlı müsahibə oldu. Gələn müsahibələrimizdə görüşənədək. Sağ olun.